Baxın, Hə. sevgi hamı sevir ha. Hə. Amma hamı sevgidən danışa bilmir. Amma ayrılıqdan daha çox danışan var. Populyar olan ayrılıqdır, populyar olan həsrətdir. Deyir, sevgi nə vaxt başlayır? Ayrılandan sonra. O sevgini yaşadığın müddətdə onun dəyərini o qədər bilə bilməzsən. Elə ki, həsrət gəldi, bax onda bilirsən sevgi nədir. Sevgini ali hissə çevirən də, onu yaşadan da, onu populyar eləyən də ayrılıq. Onu məşhurlaşdıran da həsrətdir, ayrılıqdır. Bax, ona görə ayrılıq, həsrət, kədər sevgidən daha öndədir, daha populyardır, daha məşhurdur. Mən elə istəyirdim sənə sevgidən sual verim. Adətən bax, sosial şəbəkələrdə son illər nədir? Sevgi bəyən var. Sevgi nədir? Sevgi yoxdur. Belə-belə sözlər deyirlər. Amma indi sən öz sözünlə sübut elədin ki, sənin fikrincə sevgi var. Əlbəttə. Sevgi var. Lap yaxşı. Sevgi var, ən böyük var. Lap yaxşı. Sonuncu sualı verirəm, Elvin. Bəs sən cəmaata nə deyirsən?